Bütöv metoddan. Bəli. Bəli. Yaxşı, sözdür, izahdır, filmdir, diaqramdır. Bunlar neçənci məzmun xəttlərinin qiymətləndirmə metodudur? İkinci məzmun xəttinin metodlarıdır müəllim. Söz, izah, film, diaqram birinci məzmun xəttinin metodlardanam. Aha. Hər iki fəaliyyətin həyata keçirilməsi icra üsullarına yiyələnmə prosesinin özündə əks etdirən məzmun xətti neçənci məzmun xəttidir? Üçüncü məzmun Yox, xətti. yox, bax. Diqqətlə dinlə cümləni. Məzmun xəttlərini heç bilmirəm. Diqqətlə bir dənə dinlə qadanam. Bax, deyir ki, hər iki fəaliyyətin həyata keçirilməsi icra üsullarına yiyələnmə deyir. Burada icra üsullarına yiyələnmə nə olar? İcra üsulu deyir ki, burada icra üsullarına yiyələnmə. Hə? Uca örgənib ikinci məzmun. Ayşə, icra üsullarına yiyələnmə prosesinin özündə əks etdirirsən. Sən bir şeyin icra üsullarına yiyələnməkdən ötürü onu icra eləməlisən. Yəni bir şey icra olunmadan sən onun icra üsuluna yiyələnə bilmərsən. Buradan tutursansa bir yedir ikinci məzmun xəttinə. Mən bir şeyi icra üsuluna yiyələnməkdən ötürü mütləq şəkildə onu nə etməliyəm? İcra eləməliyəm, düzdürmü? Ona görə deyir ki, hər iki fəaliyyətin həyata keçirilməsi icra üsullarına yiyələnmə prosesinin özündə əks etdirən məzmun xətti ikincidir. Bəli, ikinci məzmun xətti də bu icra üsullarına yiyələnmə zamanı 7 mərhələdən keçirir də. Burada bu 7 mərhələndə özündə formalaşdıran 3 dənə mərhələ var. 1. Müəllimin verdiyi izahın əhatəliyindən asılıdır ki, sən bunu icra eləyə biləsən, eləyə bilməyəsən. 2. Hərəkətin struktur çətinliyindən asılıdır. 3. Köməkçi və hazırlayıcı hərəkətlərdən istifadədən asılı olur bunlar. Amma bizə sual düşür ki, belə deyək də, informasiyadır, hərəkət təsəvvürdür, fəaliyyət proqramıdır, ilkin icradır, korreksiyadır. Bunlar isə neçənci məzmun xəttidir? Neçənci məzmun xəttinin şeylərindən keçməkdir, yollarından. İkinci məzmun xətti. Aha, ikinci məzmun xəttidir. Sonra, hər hansı bir hərəkət tam formalaşdırılmadan ondan oyun prosesində istifadə eləyə bilərdikmi? Formalaşmırsa edə bilərik. Ayşə, formalaşmırsa bu nəyə gətirib çıxardacaqdı anam? Uşaqlarda yanlış vərdişin yaranmasına gətirib çıxaracaq. Düzdürmü? Aha, hə, metodlar neçə yerə bölünürdü? Metodlar 3 yerə bölünürdü. Aha, hansılar idi onlar? Bir dənəsini siz deyin. Metodlar, ümumi pedaqoji bir də Yox, bilmədim ne. ümumi pedaqoji bir də xüsusi metodlar. Bilik, bacarıq, vərdiş ümumi pedaqojidir yoxsa xüsusidir? Bilik, bacarıq, vərdiş ümumidir və o birisi xüsusidir. Ay sol, o birisi isə bilik, oyundur, yarışdır, ciddi reqlament